Mart ayının 11-i 2026-cı il Almaniyanın Münhen şəhərində DAS təşkilatının üzvləri olaraq toplaşmışıq etiraz aksiyasına. Bizim məqsədimiz bugün Azərbaycanda İlham Əliyevin və onun başında olan quldur polis dəstələrinin Azərbaycan xalqına elədiyi zülümlər, qanunsuz həbslər, şərləmələr və Azərbaycanda olan qiymət artımları, sosial-iqtisadi vəziyyət, bütün bunlara görə etiraz aksiyasına toplaşmışıq və biz buradan birbaşa İlham Əliyevin özünə səslənirik ki, Azərbaycanda apardığı repressiyalara, şərləmələrə son qoysun, Azərbaycan xalqının yaxasından düşsün, nəhayət Azərbaycan xalqı azadlığına qovuşsun. Amma biz belə görürük ki, İlham Əliyevin belə bir fikri yoxdur. İlham Əliyev ancaq və ancaq nəyin bahasına olur olsun öz kreslosunu möhkəmləndirməyə çalışır, yerinə oğlunu hazırlayır, xaricdən tutub gətirdiyi gəlini hazırlayır və onun rahat şəkildə Azərbaycan xalqının yaxasını buraxmaq fikri yoxdur. Amma biz buradan özümüzə söz verdik ki, İlham Əliyev nə qədər ki Azərbaycan xalqına zülm eləyəcək, Azərbaycanın sərvətlərini talayacaq, məhv eləyəcək, biz də öz əlimizdən gələn qədər onun ikiyüzlülüyünü, onun talançılığını yayıb, açıb, danışacağıq, bütün dünyaya bildirəcəyik. Təşəkkürlər bəy. Bu xanım jurnalistlərin günahı nədir? Bunlar həbsdə olmaqlarının səbəbi nədir? Onların haqqında da qısa bir məlumat verərdiniz. Bizim jurnalist xanımlarımızdır, şəkildə də görürsünüz. Bunlar da Azərbaycanda olan haqsızlıqlara görə, qanunsuz şərləmələrə görə Azərbaycanda müəyyən müxtəlif media vasitələri ilə o məsələləri işıqlandırdıqlarına görə İlham Əliyev tərəfindən, Əli Nağıyev tərəfindən, Vilayət Eyvazov tərəfindən şərləniblər, həbs ediliblər və hal-hazırda bunlar hamısı hər biri həbsdədirlər və biz gündəlik görürük ki, bunlara da həbsdə olmaqlarına baxmayaraq zülüm verirlər, işgəncə verirlər, əziyyət verirlər. Həbs eləməkləri bir tərəfə, eyni zamanda həbslə yanaşı onları həbsdə də rahat buraxmırlar və onlara orada olmazın işgəncələr verirlər, əziyyət verirlər. Eyni zamanda mən buradan bu xanımların timsalında bütün Azərbaycanda həbs olunan nə qədər vicdan məhbusları, hicab məhbusları, nə qədər hüquqşünaslarımız var, jurnalistlərimiz var, hamısının azadlığını tələb edirəm.